olsun, necəsiz? Nergis xanım axşam da gəldi. Çay içirik. Mərkəzi parkda. Heç belə şey görmüşdünüz. Sizə göstərim bugün nə almaq istəyirəm. Almışam. Mən onu həmişə deyirəm. Deyəndə ki, Nergis xanım, siz özünüzə qulluq qaydaları. Mən heç bir botex, motex eləmirəm. Yəni biləsiz. Bu reklam kimi olmasın. Harasını eləyim ki, bu reklam deyil. Bu ruslarındır. Xoş gəldiniz. Axşamınız xeyir olsun. Baxın, belə glinalar olur, glinalar. Bir var göy glina, голубая. Bir də var белая glina, белая glina. Glina bilirsiniz nədir? Ay Allah, glina sözü Azərbaycanca nədir? Yadımdan çıxdı. Bax, bunu azca mayedə həll eləyib. Məsələn, süddə də həll eləmək olur, suda da həll eləmək olur, qatıqda da, kefirdə də, nədəsə həll eləyirsən. Gözəlsən, çox sağ ol, Nesi. Nesi belə buradadır, mənə gözləyir. Salut, ma belle. Hay, hamıya salamlar, axşamınız xeyir olsun. Zaryadkam tamam qutarır, az qalıb. Axşam çay içirik Mərkəzi parkda. Dedim bir dənə bunu sizə göstərdim. Üzə qulluq qaydası. Bunlar üzdə olan bütün ləkələri zadı hamısını aparır. Dərini qidalandırır. Torpaqdır. Elə bil torpaqdır. Glina da dərindən çıxan. Yadımdan çıxıb glina sözü nədir? Glina nədir? Birimiz ya. Gil. Natavan salam. Çox sağ ol. Təşəkkür edirəm. Gil. Bax, bu gillər tərkibi minerallarla zəngin olan bir şeydir və onu həll eləyib nəsə bir rastvorda paraşok formasında olur. Bax, içində paraşok. Göstərmək istəmirəm üstün ki, biləsiniz ki, şeydir, nədir, reklam zat deyil. Sadəcə olaraq özümə qulluq qaydaları, dərimə qulluq qaydalarını sizə demək istəyirəm. Mən ta tələbəlik vaxtından hər gün səhər üzümə maska eləmək adətim var. Bu da çox gözəl adətdir və onu da ona görə eləmirəm ki, gözəlləşim. Mən sizə olanı deyim. O üzə qoyulmuş maskanın üzdə edən qıcıqlanma hissiyatını sevirəm. Mənim üz dərim ondan ləzzət alır. Masmavi dənizlərin, masmavi suları kadar güzelsen. Çok sağ ol. Neyse. Burada işıq belə görsədir. Elə də gözəl deyiləm. Yəni demək istəyirəm ki, bu gillə olan maskalar çox gözəl təsir eləyir. Mən bunu hərdən birdən, axşam, bekar olanda qoymuram. Mən bunları mütəmadi olaraq hər gün səhər duranda əl-üzümü yuyuram, dişlərimi yuyuram. Bu maskanı üzümə qoyuram və keçirəm mətbəxə. Səhər yeməyi hazırlayıram, günorta yeməyi hazırlayıram, axşam yeməyi. Mənim bütün xorey pişirmələrim səhər olur, səhər tezdən, saat 6-da. Üzümdə də bu maskalar olur. Təkcə gil qoymuram üzümə, həm də bəzi süd məhsullarından da maskalar qoyuram. Özünüz yəqin bilirsiniz yaxşı maskalar növləri. Mən onları demək istəmirəm. Yəni sadəcə olaraq siz məndən çox bilirsiniz. Sadəcə olaraq ən çox sevdiyim bu gildir. Ona görə ki, mən yayda çox zaqar eləyirəm, dərimi qaraldıram, xoşum gəlir qaralmış dəridən. Amma onu sonra üzdə ləkə formasında qalmasın deyə onu üzü payıza onu aparmaq lazımdır. Yoxsa üzdə dəridə ləkə kimi qala bilir. Ona görə mən bu gil maskalarından istifadə edirəm hər gün səhər. Yenə deyirəm, ona görə yox ki, gözəlləşim. Əsas o hissiyatı sevirəm. Üzdə maska olmaq hissiyatı üzümü belə qıcıqlandırsın, biraz yandırsın. O mənə ləzzət eləyir. Natavan, çox pozitivsiz. Çox sağ ol, Natavan xanım. Prosta olanı deyirəm. Mənim izləyicilərim həmişə soruşurlar ki, Nergis xanım, o dəfə üzüm qaralmışdı. Ay Allah, itlərin əlindən də oturmaq olmur. Deməli, o dəfə, deməli, nə deyəcəkdim? Heyvan sevərlərə salam. Hamısının ozda məndən zəhləsi gedir bir videodan sonra. Məndə amma aptekdən alıram.
Məndə də aptekdən alıram. Mən əvvəllər bu yeki böyük marketlərdən alırdım. İndi o böyük marketlərə baxıram, oralarda daha olmur. Ona görə bu günləri kosmetik dükanından girdim, aldım. Və onu sizə göstərmək qərarına gəldim ki, hər gün səhər etdiyim maskalar ki, eyni zamanda dərimi qidalandırsın və eyni zamanda svejiст təbiilik versin. Mən heç bir tonal kremləri əvvəllər işlətmişəm, amma indi işlətmirəm. Sevmirəm tonal kremi. Süni o maska aşüşeniyası belə şpakulovka elə şeyləri sevmirəm. Xoşum gəlir təbii dəri yaxşı görsənsin. İndi o da necə görsənir bilmirəm. Aha, salam Nərgiz xanım, Cəlil, salam, salam. Axşamınız xeyir olsun. Mənim zaryadkam çox azdır. Ona görə uzun müddətdir danışa bilməyəcəm. Ancaq bu maskaları istədim göstərəm ki, bu maskalardan hər gün səhər etmək lazımdır ki, üzdə ləkələr qalmasın. Lazımdır deyəndə ki, mən eləyirəm. İstəyirsiniz eləyin, istəmirsiniz eləməyin. Sizə maska falan ehtiyac yoxdur, çünki ürəyinizin gözəlliyi üzünüzə vurur. Çox sağ ol. Təşəkkür eləyirəm. Çox xoş oldu sözləriniz mənə. Amma ki, nə qədər də olmasa, adam istəyir biraz qəşəng görsənsin və süni gözəllik istəmirsən, istəyirsən ki, təbii dəri, qidalanmış dəri olsun. Ona görə mən hər gün səhər maska eləyirəm. Heç kəsə deməyin, yaxşı. O dəfə üzüm göyərmişdi, hamısı yazır. Doktor, üzümə nə olub? Nəsə botokslə mən elə şeylər eləmirəm. Boynuma alıram. Ona görə yox ki, onu eləmək pisdir. Sadəcə olaraq məndə elə bir hissiyat yaranır ki, o botokslər, o prosedurlar hamısı sifəti yeykəldir. Mənsə belə enli sifət sevmirəm. Xoşum gəlir ki, sifətim nazik olsun, enli olmasın və köklüyü də sevmirəm. Ona görə də nədir budur? Aynasıdır. Gözləriniz qəlbinizin aynasıdır. Çox sağ ol, təşəkkür eləyirəm. Gözəllik daha gözəl. Çox sağ ol. Hamınızı öpürəm. Qutarım söhbəti. Yoxsa bu dəqiqə zaryadkam qutaracaq, canlı yayım itəcək. Öpürəm hamınızı. Mən də çayımı içməyə davam edim. Çayı evdən gətirmişik termosla və qəşəng çay içirik. Mərkəzi Parkda. Gəlin qonağımız olun. Sağ olun, sağlıqla qalın.